Son günlər ictimai müzakirələrin mərkəzində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun yaxınları dayanır. Xüsusilə onun qardaş oğlu. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və ailənin digər üzvünün vəzifədən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Bu hadisələr dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq və institusional nəzarət mexanizmləri ilə bağlı suallar doğurur. Eyni zamanda yüksək vəzifəli məmurların rəhbərlik etdiyi sahələrdə idarə etmə və nəzarət sistemlərinin işləməsi məsələsi də gündəmə gətirilir. Eyyubovlardan sonra növbə kimindir? Hansı oliqarx nazir, onun ailə üzvləri dövlətin qulaq vurmasını dadacaq? Qlobal İnfoza danışan politoloq Oqtay Qasımov bildirib ki, Hövsan Beynəlxalq Dəniz Limanında baş verən hallar və buradakı korrupsiya ilə bağlı həyata keçirilən həbslər kifayət qədər ciddi məsələlərdən xəbər verir. Stat: Tutulan şəxslərdən birinin Bəylər Eyyubovun qardaşı oğlu olması diqqətdən yayınmır. Ruslan Eyyubovun həbs olunması göstərir ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı aparılan mübarizədə kimliyindən asılı olmayaraq heç kəs toxunulmaz deyil. Zaman-zaman adı qalmaqallarda və korrupsiya hadisələrində hallanan şəxslər qanun qarşısında cavab verməlidirlər. Oqtay Qasımov əlavə edib ki, bu həm də gələcək üçün bir siqnaldır. Belə bir təminat yoxdur ki, hansısa məmura və ya yüksək rütbəli şəxsin yaxınlarına qarşı tədbir görülməyəcək. Kim dövlət imkanlarından və imtiyazlardan istifadə edib qeyri-qanuni gəlir əldə edirsə, korrupsiya hallarına qarışıbsa, qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, bu həm də bir mesajdır ki, gələcəkdə belə hallar təkrar olunmasın. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.